Hamısının ən sadə, ilkin bazada, birinci həyat səviyyəsində, birinci səbəbi odur ki, hər hansısa bir problemi həyatımızda yaradırıq ki, biz sevgi qazanaq. Kimin sevgisini? Mamamızın sevgisini. Çox sadə. Şuuraltı geri qayıdır uşaqlığına. Psixika özünü geri qaytarır. Psixika istəyir ki, sevgi qazansın, rahatlaşsın. Uşaq vaxtı ala bilmədiyi sevgini qazansın və rahatlaşsın. Və məsələn, indi səsli şəkildə probleminizi deyib, sonrasında desəz ki, mən indi həyatımda istədiyim məbləği qazanmıram. Çünki hələ mamamın sevgisini qazanmaq üçün çalışıram. Problemi yaradıram ki, mamam məni görsün, mamam məni sevsin. Görün, necə hiss eləyərsiniz bunu deyəndə. Nə hiss eləyirsiniz belə bir şey dilə gətirəndə ümumiyyətlə. Çünki psixika ən aşağı səviyyədə, ən aşağı psixolojik səviyyədə bizi geriyə qaytarmaq istəyir davamlı ki, sevgi alsın. Və bütün ilkin səviyyədə mamaya aiddir. Mamanın sevgisini qazanmaq üçün yaradırıq bütün problemləri həyatımızda. Və istənilən bir problemi, istənilən bir məsələni həyatımızda ona görə yaradırıq ki, yenə də deyirəm, biz geriyə qayıdaq və sevgi qazanaq. Uşaq vaxtı ala bilmədiyimiz sevgini qazanaq.